Əssalamu alaykum dəyərli izləyicilər. Bu günləri Ramazan ayı ilə bağlı önəmli bir məsələyə toxunmağa qərara gəldik. Demək, bildiyimiz kimi Ramazan ayından gündüzlərində yemək yemək qadağandır. Təbii ki, qocalar, uşaqlar, xəstələr, bəzi qrup şəxslərin yemək yeməsi, bunlar istisna, bunlar yemək yeyə bilərlər. Amma Ramazan ayında ictimai yerlərdə hər kəsin görəcəyi şəkildə yemək yemək qadağandır. Bu uşağa aid olsun, qocaya aid olsun. Təbii ki, mən qadağan deyirəm. İndi bu fərqli yanaşmalar var da, yəni tövsiyə xarakterli də ola bilər ki, yəni yeyilməməsi tövsiyə edilir. Amma ümumi olaraq Ramazana hörmət əlaməti olaraq gündüz vaxtı yemək yeyilə bilməz. Məsəl üçün kimsə bilmədən ağzına su gedər, yemək gedər, yeyərsə, alimlər deyir ki, onların orucu pozulur. Amma yenə də iftara qədər yemək yeməməlidir. Ramazana hörmət əlaməti olaraq iftara qədər yemək yeyə bilməz və Ramazandan sonra bir gün qəza orucu tutar. Bu məsələ burada hansı mövzuya gəlirik? Ramazan ayında təəssüf olsun ki, Azərbaycanda bir çox restoranlar iftardan öncə fəaliyyət göstərir. Bu məsələ Azərbaycanda hələ bəlkə məncə yeni-yeni gündəmə gəlir. Bu məsələnin haram olduğu, qadağan olduğu bəzi şəxslər tərəfindən bilinmir. Bildiyimiz kimi Qosət uzun illərdir demək Ramazan ayında iftardan öncə fəaliyyət göstərmir. Bu illəri artıq onların biz araşdırdığımız qədərilə də 10-a yaxın restoran demək iftardan əvvəl fəaliyyət göstərmir. Sadəcə məsələ mən nəyə nəzərə almaq istəyirəm? Demək, keçən dəfə gündüz vaxtı çöldə idim və bir dənə kafenin restoranın yanından keçdim. Baxdım ki, içəri bomboşdur. Demək, ümumiyyətlə Ramazan ayında insanların çoxunun deyənə bir qisminin oruç tutduğunu görürük. Düzdürmü? Və insanların normal aylarda, Ramazandan başqa normal aylarda insanlar əsasən demək restorana nə vaxt gedirlər? İşdən sonra, gecə vaxtında, yəni 6-dan sonra gedirlər. Və bəzi insanlar da günorta vaxtı abed eləmək üçün gəlirlər restorana. Və nəzərə alsaq ki, Ramazan ayında insanların çoxu, bir qismi oruç tutur və nəzərə alsaq ki, insanların çoxu zaten restorana əvvəl də gecədən sonra, yəni 6-dan sonra, işdən sonra gəlirlər. Dolayısıyla bir restoran Ramazan ayında fəaliyyət göstərməsə, yəni daha doğrusu Ramazan ayında iftardan əvvəl fəaliyyət göstərməsə, çox böyük bir şey itirməz. Niyə? Çünki zaten insanların çoxu normal aylarda da gecə gəlirdi, yəni işdən sonra gəlirdi. Dolayısıyla zaten gündüz boş olur və ekstra Ramazan ayında insanların bir qisminin və ya belə deyək də restorana gələn müştərilərin yarısının və 30-40%-nin oruç tutduğunu biz fərz eləsək, dolayısıyla zaten sənin müştərilərin azalır. Ramazan ayında zaten iftardan öncə restoranların müştəriləri azalır. Dolayısıyla sənin bir belə deyək də dini həssaslığı, müsəlman olan bir sahibkar kimi sənin Ramazan ayında iftardan öncə fəaliyyət göstərməyin həm dini baxımdan qadağandır, həm də məntiqi olaraq da, yəni biznes baxımından da səmərəli deyil. Təbii ki, sən iftardan öncə fəaliyyət göstərməklə zaten ekstra xərclərin yaranır. Sən iftardan öncə fəaliyyət göstərməklə çəkdiyin xərclər gəldiyin müştərilərlə müqayisə edəndə xərclərin daha çox olur və sən özün bir dənə ölç-biç. Burada sənin qazandığın günah, itirdiyin mənəvi və qazandığın maddi bir gəlir. Müqayisə edəndə baxırsan ki, arada çox böyük fərq var yəni. Desək ki, Ramazan ayında sən günorta vaxtı iftardan öncə fəaliyyət göstərməklə çox böyük qazancı əldə edirsən, bəlkə də nəsə deyirlər, hə, tamam, yaxşı işdə. Amma zaten sən Ramazan ayında iftardan öncə zaten restoranların bazarı zəif olur. Və sən həmin vaxt işləməklə həm demək, axirət baxımından mənəvi olaraq böyük bir günah qazanırsan, böyük bir öhdəlik, məsuliyyət götürürsən, eyni zamanda biznes baxımından da əslində effektiv bir addım atmırsan. Çünki dediyim kimi, iftardan öncə müştəri az olduğu üçün sənin çəkdiyin xərclər o gələn müştərilərin verdiyi pulla kompensasiya edilmir. Ona görə də biz baxdıq ki, bəzi restoranlar böyük bir fədakarlıq göstərərək, belə deyək, bəzi restoranların bir filialı var, bəziləri çox böyük müştəri bazası yoxdur. Məsələn, Elmlərdə bir dənə Coffee Store deyə bir yer var. Zaten insanlar səhər tərəf kofe içirlər də, yəni əsasən, əksəriyyətlə və gecə 6-dan sonraki kofe içən yoxdur yəni. Amma baxdın ki, adam dedi ki, yox, mən işləmirəm, iftardan sonra fəaliyyət göstərəcəm. Ona görə biz tövsiyə edirik ki, insanlara bu həssaslığa riayət edən
Ramazanda iftardan öncə fəaliyyət göstərməyən restoranları nəzərə alsınlar. Ramazandan sonra da o restoranları tərcih eləsinlər, onlara üstünlük versinlər. Çünki biz bilirik ki, Ramazan ayında iftardan öncə ictimai yerlərdə yemək vermək, kafe və restoranları işlətmək böyük bir günahdır, haramdır. İslama və müsəlmanlara qarşı hörmətsizlikdir və bunu müştərilər nəzərə almaları lazımdır. Öz süddür, Başkənddir, Böyük Fıratdır. Bunlar özünü doğrultmuş, kifayət qədər böyük müştəri bazası olan bir restoran şəbəkələri olmalarına baxmayaraq təəssüf olsun ki, biz onlardan bu həssaslığı görmədik. Hansı ki, onlar iftardan öncə fəaliyyət göstərməsəydilər, böyük bir itki yaşamayacaqlar. Çünki onların maliyyə dayanıqlığı kifayət qədər güclüdür. Və biz düşünürük ki və inanırıq ki, müştərilərin, insanların müəyyən, belə deyək də, şuurlu şəkildə istehlak vərdişləri yaranarsa, hər baxımdan da, dəyərlər baxımından və digər amillər baxımından öz istehlaklarını seçim edərlərsə, onda digər sahibkarlar da məcburiyyət altına qalaraq müştərilərin tələbləri doğrultusunda və istiqamətində belə deyək, davranacaqlar. Bu bizdən asılıdır. Tələb olarsa, o restoranlar da məcbur şəkildə öz işləmə prinsiplərini dəyişəcəklər bundan sonra. Ona görə də dediyim kimi, bu halallıq tələblə əlaqədardır. Əgər bir biznesin müştərilərinin çoxu halaldırsa, yəni halallıq tələbləri varsa, bu sahibkar məcburdur ki, o halallıq tələblərinə uyğunlaşsın. Yəni həm o biznesin bir halal biznes olmadığını zənn edirsək, rəhbərinin də müsəlman olmadığını zənn edirsək, amma baxır ki, müştərilər və istehlakçıların çoxu bundan halallıq tələbləri ortaya qoyurlar. O məcbur olacaq ki, halallıq qaydalarına uyğunlaşsın. Dolayısıyla biz müştərilər olaraq, istehlakçılar olaraq öz halallıq tələblərimizi hər biznesdə artırsaq, o bizneslər də məcbur olaraq bizim tələblərə uyğunlaşmağa çalışacaqlar.